Burada Bibi Heybət məscidinin içərisində Həkimə xanımın, İmam Musa Kazım, 7-ci İmam Musa Kazımın bacısı Həkimə xanımın qəbridir, mübarək qəbridir. Burada həmçinin İmam Musa Kazımın nəvələrindən 2 oğlan, bir qız nəvəsidir. Yanlarında diqqətlə baxsaz görə bilərsiniz. Səhv eləmirəmsə 2 oğlan və bir qız nəvəsidir. İmam Rıza 8-ci imamımız İmam Rıza Əleyhisselamın bacısı Həkimə xanımın qəbridir bura. Bibi Heybət məscidinin içərisində yerləşir. Çox mübarək bir məkandır. Allah ziyarətimizi qəbul eləsin. Allah bütün Əhl-i Beyt sevərlərə bu ziyarəti nəsib eləsin. Çox gözəl bir ziyarətgahdır. Nə arzu diləkləri varsa bu insanların Allah qəbul eləsin. Həmçinin turistlər də gəlib, xaricdən gələn turistlər də gəlib ziyarət edirlər. İstədim buranı da çəkim, bu gözəlliyi göstərəm sizlərə. Gözəlliyi istədim çəkim, göstərəm sizlərə. Allah qəbul eləsin inşallah. Allah bizlərə inşallah Əhl-i Beytin 14 məsumun bütün ziyarətgahlarını ziyarət eləməyə nəsib eləsin. Amin deyirəm. Baxın nə gözəldir.